İki adına mərkəzi uşaq və yeniyetmələr üçün filmlər kinostudiyası. Salam əziz uşaqlar, mənim şirin, şəkər, köhnə dostlarım. Bəs niyə köhnə? Məncə, mənim gənc dostlarım desəm, daha düzgün olar. Elədir? Bəli. Bax belə. Bugün mən sizin görüşünüzə həmişəki kimi təzə nağılla gəlmişəm. Bu hadisə lap çoxdan baş verib. Onda bizim işıqlı və meşəli diyarımızda qızıl buynuzlu maral yaşayırdı. O kiçikləri və zəifləri
həmişə müdafiə eləyir, bəd əməlləri isə heç kimə bağışlamırdı. Amma bir dəfə sübh çağı meşədə bədxah quldurlar peyda oldular. Budur o! Kaçtı laneti gelmiş. Qızıl buynuzlar. Meşənin yaxınlığında bir kənd var idi. Kənddə kiçik Mehriban ailəsi ilə birlikdə dul qadın Yevdakiya yaşayırdı. Onun 2 əkiz qızı Maşa və Daşa, 8 yaşlı oğlu Kiril və bir də çox qoca babası Markel var idi. O çox qoca idi. Köpək Palkan onların keşiyini çəkirdi. Pişik Vasya isə sıçanları tuturdu. O diyarda nələrin baş verdiyini mən hələ deməyəcəm. Siz özünüz hər şeyi görəcəksiniz, sonra isə evə gəlib nəyin düz, nəyin yalan, kimin haqlı, kimin nahaq olduğunu ayırt eləyərsiniz. Maşa, hardasan? Mən buradayam Daşa. Mən ağ göbələk tapmışam. Afərin. Toz ağacı göbələyi. Bax, mən də tapdım. Burada yenə var. Bax. Bax, yenə var. Bu mənimdir. Mən də tapdım. Bu nədir? Durna balası. Toz ağacı göbələyi. Yaman səfehsən. Onu tapdın amma ağ göbələyi görmədin.
istəyirlər? Maralı tutmaq istəyirlər. Maşa! Maşa! Nədir? Bax Maşa, bir səbət göbələk yığmışam. Hansı göbələklərdən yığmışsan? Ağ, Axı bunlar zəhərlidir. elə bilirdim ağ göbələklərdir. Burada bir dənə də ağ göbələk yoxdur. Bilirsən nə var? Nə? Ataqlığın o tayına gedək. Nə üçün? Orada bilirsən nə qədər ağ göbələklər var? Nə danışırsan? Ora olmaz Maşa. Anamız ora getməyə qadağan eləyib. Niyə? Orada gülyabanılar, ifritələr var. Orada küpə girən qarı uşaqlara pusko qurur. Qorxacaq. Mən qorxacaq deyiləm. Anamızın sözünə qulaq as. Ora bax, şəcik. Nə olub məzəli? Toz ağacı meşəsində əkiz bacıları görürsən? Onlara nə pislik eləyər? Gəl onlara badalaq gələk. Bu çox bəsitdir. Hə, bəsitdir. Pisliyi düşünülmüş eləmək lazımdır. Hə, düşünülmüş. Sən mənə heç vaxt çata bilməzsən. Çataram Daşa, çataram. Niye bizi narahat elədin? Yuxudan mı yatdın? Hə? Gəl. Der. Əkiz başıları maaşı ilə daşanı görürsünüz. Görürük. Azraq. Azraq. Kəməndə salaq. Ora bax. Bu ağ göbələk deyil. Burada ağ göbələk yoxdur. Nə olsun? Bunlar da yaxşı göbələklərdir. Lazım olduğu kimi askırmırsınız tembellər. Düzələrik. Çalışarıq. Sakit, sakit. Bax, biraz kırmaq lazımdır. Ora bax. Bu mənimdir. Bu isə mənimdir. Biri də var. Gör nə qədər göbələk var. Hə. Biri də var. İndi səbətlərimizi doldurarıq. Sonra evə qayıdarıq. Tembellər, bir yerdə, bir yerdə. Gör mən necə ağ göbələk tapdım. Mən də tapdım. Bax biri də. Hanı? Bax orada. Burada yenə var. Mən də tapdım. Qaçaq. Bax biri də buradadır. Səbətlərimiz doldu. Anamız bizi tərifləyəcək. Gedək evə. Gedək. Gör nə böyük göbələkdir. Bütün göbələklərin göbələyidir. Göbələklərin şahıdır. Tələyə düşdülər. Əkizlər tələdədir. Ən əsası nədir? Əsası budur ki, Bizim bu işdə heç bir təqsirimiz yoxdur. Al, bu da biri. Al.
Mən 3 gəlirəm. Elə indi baxarıq. Belə, bu da, buyur, bu da belə. Bu da belə, al. Yaxşı, yemkine gidin ha? Qoy daşını, qoy. Oynayıram, bu saat, yaraşıqlı oğlan oynayıram. Mən alt altı gəlirəm, gözəlcə. Belə, uttum. Ay səni fırıldaqçı. Axı sən o daşı hardan tapdın yalançının biri? Özüm bilərəm, hardan tapdım, özüm bilərəm. Biz pula oynayırdıq, deməli, ver mənim 5 manatımı. Mən artistlərdən oynamıram, yox. Nə? Kimdir burada artist? Sən. Mən? Artist. Ah, mənə deyirsən, ay səni cahil ayasız. Bir də mənim ayağım bu çanlara dəyməyəcək. Yatıl buradan, iki gözüm səni bir də görməsin. Bir də burada mənim kömümü sıxma, cəsarət eləmə, cəhənnəm. Gedirəm. Əlvida qoca qarğa. Hələ mənim şu darxacaqsan. Şimdi bizi kurtarmıştı. Artist. Artist. Kukka. Artist. Deməli mənəm artist, ha? Özü xəssin biridir. Güya 5 qəpik uduzmaqla mənim kimi gözəl göyçək xanımı xoşhal eləyə bilməzdi. Axmaq, hələ söyüş də söyür. Qoca qarğa, özü qoca şaqqalın biridir. Amma hamı deyir ki, mənim ürəyim gəlir. Sən haram qocadır, Tamam, gəncəm. Qoca yerim yoxdur. Yox. Çiynimdə əlvan güllü istişal, başımda da güllü papa. Bax belə. Gözəlim küpə girən. Nə? Ой, бабусенька, ой, я гусенька, ой, бабу, я гусенька. Выглянь, светик из окна. Ой, бабусенька, ой, гусенька. Ой, бабу, я гусенька. Gözünü göster. Şap. Şop. Samsara. Yine ne oğlum? Havayı yiyenlerim. Azdırdık, kemende saldık. Kimi? Kızları. Ekizleri. Ne? Allah! Ulan hardadır? Zehirli tepede. Senin göbeleğini derinler. Oy, vay. Ey Gülyamanlar, ardımca. Əsl göbələkdir, gözəldir. Tez olun, tez. Tembellər, tez olun, tez. İndi bizim küpə girən qarı nənə onların dərsini verəcək. Vay, tutun beni, vay. İleri. Sakin! Siz ne cesaretle benim sihirli al göbeleğime dokunmuşsunuz ha? Ben keçel dağdan ifrite refikam çünkü tilkiye falasya bunların göbelek kavurmasıyla erişteye konak eleme isteyirdim. Sizse görün ne inadınız? Siz pis kızlarsız, pis kızlar biliriz. Biz qızlar deyilik. Deməli, yaxşı qızlarsın. Yaxşı qızlarıq. Mən yaxşı qızlarla qidalanmağı çox sevirəm. Bizi diri-diri udacaqsan, biz səndən qorxmuruq. Siz hələ mənə cavab qaytarırsınız. Ödəpsiz qızlar. Özünüzdən küsün. Skatsoy. Köyə girən qarıya kömək elə. Ədəpsiz qızları cəzalandır. Meşə heyvanlarına çevir. Daş şeyde oldu ceyran, maş şeyde oldu ceyran.
Götür kızım, götür. Bu müqəddəs Rus torpağıdır. O səni həmişə dardan qurtarar. Elvida atacan. Anacan, Hə, məni də özünlə apar. Anacan. Markel babanın sözünə qulaq as. Həmişə və hər şeydə. Qonşular, oğlumdan müğayət olun. O hələ lap balacadır. Elvida xeyirxah insanlar. Əlvida Yevdakiya. Dayan, dayan əzizim. Ayaq saxla Yevdakiya. Tapacaqsan öz əkizlərini, mütləq tapacaqsan, ürəyini sıxma. Çox sağ ol Nastya nənə. Bilirsən nə var? Mən sənin üçün yola qoğal pişirmişəm. Götür. Lazımın olar. Çox sağ ol. Qışqırın, çağırın. Heç kim sizi eşitməyəcək. Heç kim sizi tapmayacaq. Qalx, ey pəncə tənbəl. Nə günahım var ki, məni zəncirləmisən? Sayıq ol, keşiyi çək. Kimin keşiyini? Əgər çox bilsən, tez qocalarsan. Onsuz da cavandır. Bəsdi, pəncəni soğurdun. Tənbəl, al bunu. Bax, belə elə. Səs sal. Bax, belə. Əla, bax, belə. Balalarım. Maşacan. Maşacan. Əkiz balalarım. Mənim qızlarım. Doğma balalarım. Sizi qan içən heyvanlar məhv eləyiblər. Yox. Sağdılar. Həlak olmayıblar. Yox. Dayanın. Hey! Fəqir! Qızıl boynuzlu maralı görməmisən? Görmüşəm. O hansı tərəfə qaçdı? O tərəfə qaçdı. Eğer yalan değilsense öldüreceğim seni. Ardımca!
Heç bilmirəm sənə necə təşəkkür eləyim. Axı sən məni ölümdən qurtardın. Mən qızlarımı axtarıram, Maşanı, Daşanı. Bəlkə sən onları görmüsən? Maşa və Daşanı? Yox, görməmişəm. Axı mən neyniyim? Sən qırmızı günəşin yanına get. O sənə kömək eləyər. Qırmızı günəşin? Hə, Yevdakiya, qırmızı günəşin. Məsləhətə görə çox sağ ol. Çox sağ olun. Gör sənə nə deyirəm, Yevdakiya. Götür bu üzüyü. Dara düşəndə o sənə kömək eləyər. Çox sağ ol. Əlvida xeyirxah maral. Uğurlar olsun, Yevdakiya. Üzüyü qoru. Mən sənə deyirdim, bataqlığa getmək lazım deyil. Mənə qulaq asmadın. Sözümdən çıxdın. Bəsdir. Ağlama. Günəşin yanına yol uzaqdır. Çox uzaqdır. Bilmirəm ora yolu necə tapım. Hansı tərəfə gedim? Qəm yemə Yevdakiya. Çarə var. Mən sənə qırmızı günəşin yanına yolu göstərərəm. Çox sağ ol. Yolu göstərərəm, amma özüm gedə bilməyəcəm. Niyə? Axı xəmirdənəm. Qorxuram ki, yanaram. Я колобок, румяный бок, нет у меня ни рук, ни ног, я просто круглый, как земля, тра-ля-ля, тра-ля-ля, я просто круглый, как земля, тра-ля-ля-ля-ля. Катиться буду впереди, и смело ты за мной иди, через леса, через поля, тра-ля-ля, тра-ля-ля, через леса, через поля, тра-ля-ля-ля-ля. Serçelerim uçup geldi. Hey! Küpe giren karı! Geldiniz. Kuldurlar, kan içenler. Karnıya da saldınız benim əzizlərim, ha? Yemeğe bir şey ver. Ey ifrite aşpaz hanım. Eşidirəm. Qonaqlarımız üçün sərin kvas gətir, tez. Bizim dadlı kvas düz buruna vurur. Üyüdülmüş şüşədə. Qarışqa şirəsində hazırlanıb. Hə, iç mənim yaraşıqlı quldurum. Bizim kvas susuzluğunu yatırar. Axıra qədər, axıra qədər, axıra qədər. Dadlı kvastı. Doğrudan da düz buruna vurur. Kızıl boynuzlu maral görmemişsən? Ay, o nerede gelmiş maralı görmeyi ben istemiyorum. O benim bütün hilelerimi açır, telelerimi körleyir, torlarımı yırtır. Hiç olmazsa sen onun dersini ver, tez, tez. Narahat olmayın madam. Dersini vereyim. Ardımca! Necə də yaraşıqlıdır.
Buna deyərəm adaxlı. Nə istəyirsən? Hamada pişmiş taban balığı yiyərdim. Buna bax, daha heç nə istəmirsən ki? Bəlkə gedib tutasın. Mən aşpazam, balıqçı deyiləm. Ay şeyləyirəm. Sənə lazımdır, sən də tut. Sən necə də kobudsan. Xoşuna gəlmirsə gedə bilərəm. Yo, nə danışırsan? Yo. Zarafat elədim. Bax belə. Uf, məni lap əldən salmısan. Puh. Vasya, əlvida. Anama köməyə gedirəm. Bacılarımı axtaracam. Sən evdə otur, sıçanları tut. Məni də özünlə apar. Sən insan dilində danışmağı bacarırsan? Bu boş şeydir. Mən çox bacarıqlıyam. İşə bir bax. Salam qırmızı günəş. Sən niyə məni narahat elədin? Yuxudan oyatdın. Bəla baş verib, bəla. De görüm yenə nə olub? Danış. Mənim əkizlərim, Hə? qızlarım itib, Maşa, Daşa. Ha, Maşa və Daşa. Bəlkə onları hardasa görmüsən. Maşa və Daşa. Yox, görməmişəm. İndi mən bədbəxt başıma nə çarə qılım? Ağlama, ağlama. Kömək elə, məsləhət ver. Bilirsən nə var? Nə? Sən mənim kiçik qardaşımın yanına get. Hansı kiçik qardaşının? İşıqlı ayın. Bəlkə o sənin dərdinə çarə tapa bildi.
Sənə burada nə lazımdır? Ey bəni insan! Sən gecelər keşik çəkirsən, Çəkirəm, yeryüzünü ışıqlandırırsan, işıqlandırıram. bəlkə Maşa ilə Daşanı görmüsən. Nə görmüşəm, nə də onların haqqında eşitmişəm. Xəstələnmişəm. Zökəm olmuşam. Bəs qızlarımı harda axtarım? Sən küləyin yanına get. O meşədə hər budağı yellədir. Hər şeyi görür, hər şeyi bilir. Мы разбойники лихие, всем враги. Мы ребята неплохие для еги. Есть у нас одна забота навсегда. Пить да есть, да не работать никогда. Правильно. Пить да есть, да не работать никогда. Мы оленя схватим скоро за рога. За него золотые горы даст яга. Мы в глаза ему сначала поглядим, А потом его зажарим и съедим. точно. А потом его зажарим и съедим. Hey kadın! Sen bura niye gelmişsin ha? Mən Sus! Eğer beni boş yere narahat edemezsense cezalanacaksan. bağışla məni, geç günahımdan. Yaxşı, tanış. Sən hər budağı yellədirsən, Düzdüm. hər şeyi görürsən, hər şeyi bilirsən. Her şeyi görürüm, her şeyi bilirim. Qızlarımı axtarıram, Maşa və Daşanı. Maşa ve Daşanı. Senin əkiz kızlarını. Onları babacan. Ne? Axı mən hardan baba oldum kız? Gənc baba, lap gənc külək baba. Bu benim hoşuma geldi. Genç baba. Küpe giren karının meşesinde. Nerede? Ne olur? Yakında. Yemək vaxtı. Bu nedir? Balıqdır. Nəsə yama balaca balıqdır. Balaca balıq iri tarakandan yaxşıdır. Səfək! Kimdir burada səfək? Sən! Mən? Deməli belə, Keçəl dağın ifritələri çoxdan məni öz yanına çağırır. Səhv elədim, aşpaz xanım. Hə, indi aşpaz xanım oldum. Get özünə aşpaz tap görüm. Biz indi qızıl qiymətindəyik. Qızıl qiymətində sizdir. Bizi qorumaq lazımdır. Qorumaq lazımdır, qorumaq lazımdır. Əzizləmək lazımdır. Əzizləmək. Arvadla hərifləyib, məni hövsələdən çıxaracaq. Qovacağım. Daşa, yatmışsan? Kaş indi evimizdə olaydıq. Anamız yəqin fətir bişirir. Ballı fətir. Əbəs yerə anamızın sözünə qulaq asmadıq. Bataqlığa getdik. Baxım görüm, mənim sehirli meşəmdə nələr baş verir. Bu hələ kimdir belə? İcazətsiz mənim meşəmə nə cəsarətlə gəlib, həyrətsiz. Sus! Kəs səsini, mane olma! Yanacaqsan, qovulacaqsan.
Arzuların da kapılmayacak. Ah, beyler. Ama koca Gulyaban'ın atı kurudu. Küpe giren karısız yaban dargınam. Ama bu manada susuram. Küpe giren karısız dargınam. Ama bu manada susuram. Ya, dargırsan benim için ahmak. Kaçıp geleceksen, benden özür isteyeceksin. Ölsem de bağışlayacağım. Oh, o güzel. Utanma. İndiki xahiş edirsiniz. Мне каких-то 300 лет всего-то. Мне пожить, побредничать охота. Много душ невинных погубить. Сатану из пекла полюбить. На красавицу ему наглядеться не могу. Кто любимая моя? Я! Не терплю девчонок и мальчишек. Не читаю ни газет, ни книжек. По лесу дремучему брожу. На себя гремучую гляжу. На красавицу ягу наглядеться не могу. Кто любимая моя? Я! Yatmağa da koymuyorlar. Görəsən hansı qansız səni zəncirləyib? Əcinlə? Qulyabanı? Küpə girən qarı? Lənətə gəlmiş küpə girən qarı.
Neçə gündür məni zəncirləyib. Acımdan öldürür. O, Vasya, sen burada ne inirsen? Köməyə gəlmişəm. Aferin Vasili Vasiliç. Mikhail Potapıçı azad eləyək. Yaxşı, gəl azad eləyək. Yine benim meşemden bana adam kokusu gelir. Kim göresen kim orada ilgilenir ha? Hani papağım, hani benim papağım. Sihirli papağım hani benim, göze görünmez papağım. Taptım. Benim göze görünmez papağım. Bak bir de bu saat. Yedim görüm orada kimdi beylenen? Sen bir mucizeye bak. Hey toyuk ayaklarım, ardımca! Bırakın geçin. Hey sen kimsen be? Ben sen kimsen? Ben küpe giren karı. Küpe giren karı? Görmürəm. Görmürsən? Yox. Korkmursan da? Neden korkmalıyım? Ax sen görünmürsən. Belki sen işte korkunç değilsen. Bak. Bu da ben. İşe bir bak. Acayip güzeldi. Başıma sen ne deyirdim ha? Başa düşmürəm axı, niyə hamı səndən qorxulur, çəkinir? Sən ki, ən adi nənəsən. Hey, elinde dokunma. Dokunma olmaz, bu adı papak değil. Doğrudan? Sehirlidir. İnanmıram, sən küpə girən qarıya oxşamırsan. Yine inanmırsan. Küpe giren olmak için akı ben neydi belirleyeyim? Toyuq ayaqları üstündə daxma. Ha, takma. Bu boş şeydi. Takma. Tez ol telaş derhal benim yanıma gel. Tez. Ey toyuk ayakları! Toyuk ayakları! Harda kaldınız? Tez buna gelin! Benim yanıma tez! Enzo! Mənə yaxın gəl əzizim. Nəyə görə? Mənə kömək eləyərsən, sərin süd verərəm içərsən. Süt, sütü sevirəm. Anacan, haradasın? Sən o hasarın arxasında kimi gizlətmirsən? Hasarın arxasında heç kimi. Süd iç əzizim, iç. Lap sıradan çıxıb. Bəs orada çığıran kimdir? Lapak elədin, axı, sen kimsən belə, ha? Kimsən sen belə? Mən? Ha, sen. Mən quldur bülbüləm. Seni yalancı, loğa. Ben Quldur Bülbül de Keçəl dağda Sikitiye Felasiyeva'nın Xeyrat məclisində rəqs eləmişəm. Onunla bir süfrə başında yanaşı oturmuşam. Bülbül boylu buxunlu, samballı kişidir. Onun bak bu boyda sakalı vardı. Sense bana yalan danıştığın için seni seher yemeğine yiyeceğim. Uşaklar ve yeni yetmelere, büyülere yalan danışmak olmaz. Bildin? Olmaz.
Mən yalan danışmıram, mən uydururam. Mən səni, sənin uydurmalarınla bir yerdə udaram, orada görərsən. Udaram səni. Toxunma ona. O quldur bülbülün nəvəsinin nəvəsidir. Hə, mən quldur bülbül nəvəsiyəm. Yaxşı, hələlik səni sağ qoyuram. Şam yeməyi də qədər. Ey, bırak, beni babam, bırak, dokunma. Çək əlini, eləmə, çırarsan, bırak deyirəm sənə, bırak, yiyəməz, çırırlar, bırak, yiyəməz. Keçdin elime, quldur bülbül. İndi mən səni başlarının yanına göndereceğim. Bırak, dur. Bırak məni. Açıl daxma, açıl. Yaramaz Allah, bu sana çapşı çevireceğim. Anacan. Ey səni qəddar. Ceylanın biri səhərə, o biri nahara, çəkmişsə şam yeməyinə. Qəddar qarı. Bu işlə məndən əlini üz. Diqqət. Keçəl dağ. Sintikitiya Falasyevna, sizin təklifinizi qəbul eləyirəm. Sintikitiya Falasyevna, tez ardımca hava nəqliyyatı göndərin. Hə, nədir? Fırlanır? Fırlanır. Fırlan uçaq. Haraşmaz xanım. Fırlan uçaq, tam irəli. Yox, mən atıb getməm. Getmə Aşmaz xanım. Ay. Əlvida iri pəncə. Hara. Yol ver. Nə qədər ki salamatsan, rədd ol. Yoxsa pis olacaq. Lənətə gəlmiş küpəyə girən az qala bizi məhv eləyəcəkdi. Hardadır Maşa? Hardadır Daşa? Maşa ilə Daşanı axtarıb taparıq. Evimizə qaydarıq. Babanı qucaqlayarıq. Kirili. Vasyanı öpərik. Ben buradayım. Burada. Bəs Kiril hardadır? Ardımca gelin. Anacan. Ana. Anacan. Sizin aranız güne dönüp. Sümüyler de kalmayayım. Bütün günahlar sendedir Maşa. Maşacan. Eşittin Kiril. Maşacan. Neyi? Kimse bizi çağırır. Kiril, oğlum. Sana elə gəlir. Hanı mənim uşaqlarım? Axı sen yapmalıydın. Küle dönmeliydin. Bəs sen... Ha?
Bəlkə sən də ifritəsən, hə? Uşaqlarımın yerini de. Uşaqlardan, hamısı uşaqlardan. Sən nəyi sorsan, mən heç kəs görməmişəm, heç nə eşitməmişəm. Ana, anacığım, ana. Besolar kimdi? Kim? Hasarın arkasındakiler. Hansı hasarın, hansı hasarın? Bu hasarın. Bu hasarın, bu ilğimdir, ilğim. İlğim? Qaytar mənim uşaqlarımı, yoxsa sənin özünü ilğıma döndərərəm. Staksoy! Staksoy! Götür kızım. Bu müqəddəs Rus torpağıdır. Səni həmişə dardan qutarar. Doğma vətən torpağı, kömək elə. Özünü qoru qoca ifritə. Staksoy! Staksoy! Kömək elə, qarıya kömək elə, kömək elə mənə. Qara, atamın yanında uçtu. Ya sən xeyirxahsan, gəl düzlüyə vuruşaq. Götür qılıncını. Müdafi olun. Zincir otu. Sandık. Buyurun. Geldi Çok güzel. Atlanın! Hamınız! Anacığım. Sen bir işe bak. Daha bəsdir. Sənin yaramazlıqlarından cana doyduq ifritə. Tez gir daxmana qoca qarıqa. Kapitalist neydi? Gir dedim, müqavimət göstərmə, gir. Gir.
Daşacağım. Anam. Daşacağım. Biz həmişə sənin sözünə qulaq asacağıq. Mənim əziz balalarım. Mən sən qoğalam, atılıb düşürəm, atılıb düşürəm. Hey, ne kadar ki sıramazsın, geri dön. Hey, kapitan iç. Ben teslim olurum. Yox, səni bağışlamaq olmaz, qəddar yaramaz. Sən bizim bütün Qulyabanı nəslimizi rüsvay elədin. Küpə girən qarını və onun yaltaqlarını mühakimə eləyəcəyik. Dostlar, meşə sakinləri, küpə girən qarı, onun yaltaqları bizə nə qədər pislik eləyib, onlarla neyniyək qərar verin. Cezalandırın! Cezalandırın! Bağışlayın bizi. Biz yaltaqlar. Bağışlayaq. Başlayalım. Əgər desəz küpə girən qarı ilə neyniyək, bağışlayarıq. Küpə girən də? Hə, küpə girən. Qarıyla. Hə, neyniyək? Neyniyək? Bataklığa, Bataklığa. Bataklığa. Siz görün ne kadar siz ama kendilerini incitirsiniz. Hey, sizin vicdanınız yoktu. Size alçaklar. Onun toyuq ayaqlarını da bataqlığa atın. Ən əsası nədir? En asası budur ki Bizim bu işte hiçbir təqsirimiz yoxdur. Şip. Nihayet ki teşrif Yok buyurdu. lazım değil. Beni bataklığa atmayın. Ben kurbağalardan korkarım. Ay. Yok lazım değil. Elə bil. Ben bize bilmirəm. Batarım lazım değil. Şimdi ben seni küpe giren karı nene hiç yere bırakmayacağım. Ay bastırım. Bastır. Salam qızıl boynuzlu mara. Her şeye göre çok sağ ol. Uğurlar olsun Yevdakiya. Hamı xoşbəxt oldu, şənləndi.
Dünyaya ziyafət süfrəsi açıldı. Rəqs etdilər, əldən düşdülər. Ətrafda hər şey canlandı, çiçəkləndi. Bu şənliyin tayı bərabəri yox idi. Mən onlara baş çəkdim, baldan içdim, çiçəklənən meşədən keçdim. Və nəhayət evə qayıtdım. Hekayətimiz bitti. Nağılımız sona çatdı. Filmi dublyaj etdilər Ədalət Məmmədov, Pərviz Bağırov, Şövqü Hüseynov, Şəfəq Əliyeva, Venera Abbasova, Xalid Əli Məmmədova, Ruslan Nəsirov. Film Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmlər Cəmiyyətində dublyaj olunur.